Salam, xoş gördük hər birinizi, hörmətli müəllimlər. 2026-2027-ci tədris ili üçün verdiyiniz MİQ imtahanında əldə etdiyiniz nəticələrlə inşallah ki, hər biriniz layiq olduğunuz vakansiyalara qəbul olarsınız. Nəticələr həddindən artıq yüksəkdir, gözəldir. Amma kaş ki, vakansiyalarda yəni o qədər çox olsun. Vakansiyaların azlığı və nəticələrin yüksəkliyi bir-biri ilə tərs mütənasiblik təşkil etdiyinə görə kodlaşma zamanı xüsusi diqqət etməli olduğumuz bəzi məqamlar var. İndi mən ümumi danışacağam və sonda ibtidai sinif müəllimlərinə xüsusi tövsiyələrim olacaqdır və yəni hər bir fən müəllimi mənim bu videom izahımda yəqin ki, özünə uyğun nəticə götürə biləcəkdir. Dəyərli müəllimlər, ilk öncə onu deyim ki, yüksək balları görüb qorxmayın. Çünki əksər kurs müəllimləri, əksər deyək ki, hazırlıq, sırf işə qəbulu hazırlayan müəllimlər öz müdavimləri üçün belə deyək də imtahana girirlər, maraqlıdır, haqlarıdır. Yəni qəbul olurlar, mənim o hissəylə işim yoxdur. Amma yüksək bal toplayıb, müəyyən deyək ki, yerləri tuturlar. Getməyəcəklər, yazmayacaqlar, onların işləri var. Amma tutalım ki, kiminsə 98-97 balı var, amma o heç bir yerə getməyəcək. Sadəcə suallarla tanış olsun deyə girmişdi. Gedir yeri tutur yüksək balla və sistemə daxil olan X adlı bir adam və yaxud da ki, mən daxil olduğum sistemə 97 balı görürəm, amma mənim əlimdə 93 bal, 94 bal. Yəni mən real namizədəm, ora getmək istəyirəm. Mən bundan qorxmamalıyam. Çünki müəllimlər, onlar son anda o balı götürənə aşağıdakılar qəbul olacaqlar. Olur belə. Bir də sizin 8 yer yazmaq haqqınız var. Yüksək balı görəndə qorxmayın ki, ay aman mən bura düşməyəcəm. Xeyr, elə deyil. Hər kəs yazdığı o yüksək ballı adam yazsa belə bir yerə düşür. 7 dənə məktəb onun əlindən çıxacaq. Yəni o baxımdan qorxmayın ki, yəni mən qəbul ola bilməyəcəm. Olur ki, məsələn maksimumu deyək ki, 95-dir, gəlir 95-dən sonra həmin orada 95-i görürsüz, amma ikinci yüksək ballı adam siz idiniz. Məsələn deyirəm 90-dan, deyək lap 65-dən siz imişsiniz ki, qəbul olursunuz, qəbul alırsınız orada. Yəni bax bütün bunlar sizi qorxutmasın. İnşallah ki, Allah o cür o balla müəyyən bir vakansiyanı rezerv edib saxlayır, bron edib belə deyim saxlayır. Onların ürəyinə insaf salsın ki, belə bir şeylər etməsinlər. Daha sonra müəllimlər getməyəcəyiniz yeri yazmayın. Çünki sonra gedirsiniz, görürsüz, bəyənmirsiniz, ailə şəraitiniz imkan vermir, yolu uzaqdır. İlk öncə yazacağınız məktəbləri araşdırın. Yolu gedin, baxın, gəlin, məsafəyin, dərs yükü ilə hər birindən tanış olun, ondan sonra yazın. Çünki olur ki, siz yazırsınız, öz işinizdə də problem yaradırsınız. Qarşınızdakı insana da, yəni anlayışlı olun. Məsələn, tutalım ki, yazdınız, qəbul oldunuz hər hansı bir yerə, sonra yollar sizə imkan vermir, gedib gəlmək çətin olur, ailə vəziyyətiniz imkan vermir, imtina etdiniz, düzdür. Amma ona o yerə daha çox ehtiyacı olan insan var idi da, o yeri daha çox istəyirdi. Həmin insan ora gəlib qəbul ola bilərdi. Daha sonra kodlaşmanı ən son ana saxlamayın. Dəyərli müəllimlər, son günə saxlamayın, son saatları saxlamayın. Sistem dona bilər. Ən az sistemin bağlanmağına 6 saat qalmış artıq təsdiqləyin. Sistemin bağlanmasına 6 saat qalmış təsdiqləyin. İlk 1-2 yerə ən belə ürəyiniz istəyən məktəb yazın. Amma sonra 100% əmin olun ki, bura düşəcəksiniz, düşəcəyiniz yeri yazın. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir deyək ki, şəhərlər və rayon mərkəzləri istəyən dəyərli müəllimlər. Əgər bu il üçün sizin balınız ora çatmırsa, qəbul olmaq şansınız aşağıdırsa, əziyyət çəkirsinizsə, belə olduğu halda müəllimlər nə edə bilərsiniz? H1, H2 tətbiq olunan rayon mərkəzindən uzaq məsafələrə işə qəbul ola bilərsiniz. 3 il orada işləyib, həm əmək haqqı alarsınız, yüksək əmək haqqı alacaqsınız. Əgər ailə şəraitiniz buna imkan verirsə, həm də 3 ildən sonra MİQ-ə təkrar güclü hazırlaşıb qəbul olduqda, daxil olanda bal toplayıb əmsalla ballarınız gələndə, əmsal artımlı ballarınız rayon mərkəzinə, şəhərlərə daha rahat yerə gəlmək sizə daha yaxın olacaq, daha rahat olacaqdır. Yəni balınızı əlinizdə olan balı dəyərləndirin deyə mən bunu deyirəm. İtirməyin. Həm əmək haqqı alın, həm stajınız getsin, həm əmsal tətbiqinə daxil olacaqsınız ki, rahatçılıqla qəbul ola biləsiniz. Baxın, 2016-cı ildə mən bu MİQ marafonundan addımlayıram. Uzun illərdir artıq, tam 10 il olur ki, hər il
deyək ki, bu həyəcanlı anların şahidi oluram. Uzun illər çünki özüm də orada addımlamışam, artıq işə qəbul olmuşam. Yəni amma yenə də kənardan müşahidə edirəm, baxıram, maraqlıdır təbii ki mənə də. Deməli, mütləq şəkildə yəni balınızı dəyərləndirməyə çalışın, çünki işə qəbul artıq çox çətinləşir. İl-ildən rəqabət artır, qəbul olmaq şansı azalır, vakansiyalar azalır. Dəyərli ibtidai sinif müəllimləri, siz nələrə diqqət etməlisiniz onu deyim. İbtidai sinif müəllimləri mütləq şəkildə gedəcəkləri məktəbləri araşdırsınlar. Uşaq sayı, şagird sayı çox olan məktəblərə getsinlər. Uşaq sayı az olan məktəbə, yəni mütləq şəkildə getməyin. Zəng edin, maraqlanın, sinif varmı? Ərazidə uşaq varmı? Çünki ibtidai sinif müəllimlərində ən böyük problem sinif bağlanma təhlükəsi olur. 20-dən aşağı şəhər və rayon mərkəzlərində 20-dən aşağı şagird sayı enəndə siniflər bağlanır. Bu da ciddi problem yaradacaq sizlərə. Diqqətiniz üçün çox sağ olun. İbtidai sinif müəllimləri üçün yenə ayrıca bir video hazırlayacağım. Orada daha geniş və ətraflı danışacağım. Sağ olun müəllimlər.